günləri ərzində beynəlxalq avtovağzala üst tutan sərnişinlərin sayı rekord həddə çatıb. Ümumilikdə 43 minə yaxın sərnişin daşınıb ki, onların da əksəriyyəti şimal bölgəsinə üst tutub. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq Bakı Beynəlxalq Avtovağzalı ötən il dekabr ayının 21-dən 5 yanvar 2016-cı il tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Rayonlara getmək üçün avtobuslardan istifadə edən sərnişinlər tam təhlükəsiz mənzil başına çatdırılıb. 30 dekabr 2015-ci il tarixində isə avtovağzalda sərnişin sıxlığı müşahidə edilib. Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin rəsmisi Şəfa Mehmanqızının dediyinə görə 30 dekabr tarixində 20 minə yaxın sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Dekabrın 21-dən yanvarın 5-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi və müxtəlif sayda sərnişin daşıma xidməti yüksək səviyyədə təşkil olundu və təmin olundu. 18 mindən çox sərnişin daşındı. Bu həm bir gün üçün rekord göstəricidir, həm də əvvəlki illərlə müqayisədə belə bir rəqəm indiyə kimi açıqlanmamışdı. Ümumilikdə isə beynəlxalq avtovağzaldan ötən ilin son günündən yanvarın 4-nədək müxtəlif tutumlu avtobuslar vasitəsilə 1680 reyslə 42849 sərnişin daşınıb. Şimal bölgəsinə üst tutan sərnişinlər isə çoxluq təşkil edir.